Milad ərəfəsini yaxınlaşdırıq. Hər zaman milad ərəfəsinə düşən bazar günü bizim üçün xüsusi bir, necə deyim, məna daşıyır. Elə istəyir ki, bu günü də tamamilə ona həsr eləyək. Bugün elə ilk hissədə pas edəcəyik, bunun haqqında bölüşdük. İkinci hissədə yenə İsa'nın doğuşu haqqında bölüşəcəyik. Çünki elə məsihçiliyin, hər şeyin tamamilə təməli bizim burada yığışmağımızın, bizim solmaz ümidə sahib olmağımızın səbəbi məhz Məsihin elə doğulması idi. Hansı ki, o doğulma onu çıxarmaqda gördüyü iş aparır. Və biz də bu iman və lütf vasitəsilə bizlər xilas olunmuşuq. Əvvəlcə bildirmək istəyirəm ki, bayaqki olan göz yaşları tamamilə Rəbbə olan minnətdarlıq göz yaşları doğrudan. Yəni xüsusilə elə bir ilahi dinləyirdi ki, Məryəm bilərdimi doğrudan İsa Məsihin doğuluşundan çıxarmaqda gördüyü işə qədər çox gözəl şəkildə cəmləşdirmişdi 4 dəqiqə, 5 dəqiqə ərzində. Və hətta orada analıq instinkti var idi. Hətta bilərək ki, o Rəbdir, amma yenə də analıq instinkti o çoxdur var. Və bizlər doğrudan var olan Allahın bizlər üçün etdiyi işi görürük, həmin görürdük bu ilahidə. Deməli, İsa'nın doğuşu haqqında danışmamışdan əvvəl istəyirəm ki, özümüzə bir dürüst sual verək ki, bugün milad bizlər üçün nəyi təmsil eləyir? Çünki bir çox insan üçün əslində bütün dünyada milad hədiyyələr mövsümünə çevrilir. Biz milad haqqında düşünəndə belə ailənin yığışdığı, birlikdə dadlı yeməklərin yeyildiyi, bəzəklər, burada görürsünüz. İnan Azərbaycanda məsələn yolka bəzəkləri var. Musiqi, belə gözəl, xoş hisslərlə dolu bir vaxt düşünür, elə deyil? Ki, bunların heç biri də yanlış deyil əslində. Bunların hamısı miladın bir parçası olmalıdır. Amma təhlükə və problem ondan ibarətdir ki, bütün dünya miladı qeyd edir. Biz bunun haqqında demək olar bütün dünya, amma çox vaxt bütün dünya bu miladın səbəbkarı olan Məsih olmadan qeyd edir. Bizlər sülhdən danışırıq, amma sülhün təməlini qoyan Məsih görməzlikdən gəlir. Bizlər sevinç haqqında danışırıq, sevinclə dolu oluruq, amma sevincin mənbəyi olan Məsih elə unudulur həmin milad ərəfəsində. Sevgi tərəflənir, sevginin dəyəri və önəmi haqqında danışırıq, amma sevginin mənasını müəyyən edən xilaskar kənara qoyulur. Və əgər biz miladdan İsa Məsihi çıxarsaq, bizlər sadəcə onun bir hissəsini yox, bütün mənasını, elə hamısını itiririk. Milad əslində ilk növbədə bizim bir-birimizə nəyi verdiyimizdən ibarət deyil, milad Allahın bizə nəyi verdiyindən ibarətdir. Hansı ki, Allahın bizə verdiyi bu hədiyyə bütün bəşəriyyətin, insanlığın görə biləcəyi ən böyük xeyir-duadır. Ən böyük hədiyyədir. Bizim burada yığışmağımızın, bizim bu solmaz, əbədi olan ümidə sahib olmağımızın hamısının səbəbkarıdır. Və bu hədiyyəni başa düşmək üçün bizlər milad hekayəsinin müqəddəs kitabda haradan başladığına baxmalıyıq birinci olaraq. Luka 2-ci fəsil 1-ci ayədə belə yazılıb. O günlərdə Qeysər Avqust bütün Roma ölkəsi üçün siyahı alma keçirmək barəsində fərman verdi. Bu qədər, çox sağ ol. Deməli, Lukas da milad hekayəsini çox sadə, amma mühüm sözlərlə başlayır. Və Luka burada bu ifadəni bizə xatırladır ki, milad zamandan kənarda baş vermiş bir mif və yaxud da simvolik bir hekayə deyil. Hər hansı bir poeziyadan ibarət deyil. Real tarixdə, real məkanda və doğrudan gerçək insanlar arasında baş verib. Yəni, Allah insan təsəvvürünə deyil, amma doğrudan insan tarixinin, insanlığın arasına daxil olmağı seçir. Sonrası biz Luka 2-ci fəsil 4-cü aya baxanda biz görürük ki, belə yazılıb. Yusif də Davudun əsl nəslindən olduğuna görə Qaliyanın Nazarət şəhərindən çıxıb Yəhudiyaya, Davudun şəhəri olan Bethlehemə yollandı. Bu bizə ona göstərdir ki, Luka bizi adi həyat yaşayan adi insanlarla tanış edir. Və daim mən əslində müqəddəs kitab oxuyanda bu gerçeği xatırladıram ki özümə. Allah öz mükəmməl planını daim sadə insanlar vasitəsilə yerinə yetirirdi. Zəif insanlar vasitəsilə, günahkar insanlar vasitəsilə biz yaradılışdan bəri bunu görürük. Allah öz ecazkar planını, gördüyü böyük işlərini İbrahim kimi qorxan insan vasitəsilə yerinə yetirirdi. Musa kimi özünə inamı olmayan insan vasitəsilə yerinə yetirirdi. Və biz yenə burada Yusif kimi sadə bir insan vasitəsilə Allahın öz planını necə həyata keçirdiyini görürük əslində. Yəni milad bizə öyrədir ki, Allah tez-tez öz ən böyük məqsədlərini, hansı ki bu hekayənin ən böyük məqsədini gündəlik itaət, adi şərait və adi insanlar vasitəsilə həyata keçirir. Və milad bizə xatırladır ki, Allah öz vədinə sadiqdir. Əgər Allah vəd veribsə, daim öz vədinə sadiq qalacaq və qalır da. Biz yaradılışdan bəri Allahın bu xarakteri ilə necə deyim, tanış oluruq. Biz burada Betlehem adının qeyd olduğunu görürük və bu təsadüfi deyildi. Çünki Mikə 5-ci fəsil 2-ci ayədə Əhd-i-Əthiqdə, yəni İsa Məsih doğulmamışdan əvvəl belə yazılıb. Rəbb deyir: "Ey Betlehem Efrata,
Sən Yahuda nəsillərinin kiçiyi olsan da, mənim üçün İsrail üzərində hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir. Və biz görürük ki, Mikiya peyğəmbər əslində gələcək olan Məsihin, hökmdarın hansı torpaqlara doğulacağını qeyd edirdi. Yəni adi görünən bu səfər əslində bizlərə qədim zamanda verilmiş bir vədin yerinə yetməsidir. Və Milad bizə onun əminliyini verir ki, Allah öz sözünü tam olaraq dediyi kimi yerinə yetirən Allahdır. Əgər Allah bir şeyi vəd veribsə bizlərə, biz onda əmin ola bilərik ki, Allah öz verdiyi vədə daim olaraq sadiq qalacaq. Milad ilə real tarixdə, yəni 2000 il əvvəl, hardasa 2009 il əvvəl baş verdiyi üçün bizlər üçün də real, əsl bir ümid təqdim eləyir. Allah insanların yaşadığı əziyyət dolu, əziyyət çəkdiyi və bir növ əslində xilaskara ehtiyacımız olan bir dünyaya daxil olur. Və Allahın yer üzərinə gəlməsi bizə ona əminlik verir ki, Rəbb daim bizim qayğımızı çəkən və qayğımıza qalandır. Allahın yer üzərinə gəlməsi elə bunun tamamilə göstərgəsidir. Allah heç vaxt öz xalqını tərk etməmişdi. Daim onun ürəyi öz xalqı üçün yanırdı. Hansı ki, onun xalqı öz əməlləri ilə, yəni günahkar əməllərimizlə özümüzü, necə deyim, bir növ Allahın düşmənləri eləmişdik. Amma Allah istəmədi ki, bizlər ölümün pəncəsində qalaq, buna görə də xilaskar göndərir. Biz görürük ki, Milad Allahın xarakterini və onun təvəzzükarlığını açıqlayır bizlərə. Luka 2-ci fəsil 6-7-ci ayələr ilə oxuya bilərsən zəhmət olmasa. Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. O ilk oğlunu doğdu. Körpəni bələyib axura qoydu. Çünki qonaq evində onlara yer tapılmadı. Yəni bu ayələrə baxanda ümumiyyətlə biz görürük ki, Allah vədinə sadiq olan Allahdır. Allah yaratdıqlarının, yəni daha əvvəl dedim ki, qayğısını çəkir. Allah bağışlayandır və Allah sevəndir. Biz bayaq İdris pastor bölüşdü. Yəhya 3:16. Bütün məsihçilərin bəlkə də əzbər bildiyi ayədir ki, Allah dünyanı elə sevdi ki, öz vahid oğlunu qurban göndərdi. Və biz çox maraqlıdır, burada çox maraqlı bir ayə oxuyuruq. Əbədi Allah oğlu dünyaya gəlir, amma o sarayda yox. Güclər arasında yox, rahatlıq içində yox, amma kasıblıqda, narahat içində, yəni rədd edilmə içində dünyaya gəlir. Və necə maraqlıdır ki, hər şey yaradan, yəni yaradılışı sahibi olan çox maraqlıdır, öz yaradılışına yer tapa bilmir. Necə maraqlıdır, hə? Yazır ki, çünki körpəni bəliyib axıra qoydu, çünki qonaq evində onlara yer tapılmadı. Nə qədər də maraqlıdır, hə? Və bu bizə onu xatırladır ki, əgər Məsih bu cür dünyaya daxil olubsa, deməli heç kim onu qəbul etməsi üçün aşağı, yəni onun qəbul etməsi üçün bizləri çox aşağı, çox qırıq və yaxud da ki, çox günahkar deyil. Məsihin bu cür gəlişi bizlərə bunun əminliyini verir. Luka 2-ci fəsil 8-dən 11-ə qədər oxuya bilərsən zəhmət olmasa. Bizlərə bunu göstərir ki, Milad burada müjdənin elanıdır. O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi. Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü. Mələk onlara dedi: "Qorxmayın, mən sizə bütün xalqı çox sevindirəcək bir müjdə gətirmişəm. Bugün Davudun şəhərində sizin üçün xilaskar doğuldu. Bu Rəbb Məsihdir." Baxın, bu gördüyümüz ayələr həmin bu Miladın, xilasın başlanğıcının ürəyidir. Burada mələk çox maraqlı demir ki, sizlər üçün bir müəllim doğuldu. Mələk demir ki, bir peyğəmbər və yaxud da bir filozof doğuldu. Amma mələk deyir ki, bir xilaskar doğuldu. Və bizə çox vacib bir şey göstərəsinə bu ayə. Yəni Miladın həll etdiyi əsas problem insanların yaşadığı kədər və yaxud da çətinliklər deyil. Əsas problem günahdır. Biz bunu yaradılışdan bəri bilirik. Və Milad Allahın bu günaha olan cavabıdır əslində. Çünki əhdədəki əsasən 10 qanundan birini pozan bütün qanunları pozmuş sayılır və cəzalanmalıdır. Və Paul Romalılara məktubda aydın şəkildə yazır ki, hamımız günahkarıq və hamımız cəzaya layiqik. Və vəd olunmuş xilaskar, hansı ki burada qeyd olunur, bizi bu günahdan azad eləməyə, bizi bu günahdan xilas etmək üçün gəlir. Yəni Milad əslində bir məsləhət, necə deyim, insanların yaxşı olması üçün bir ilhamlandırmadan ibarət deyil. Əslində müjdədir. Əgər bugün bütün insanlıq, yəni bütün dünya Miladı qeyd eləyirsə, istəyirəm ki, dediyimi doğru başa düşəsiniz. Bugün bütün dünya Miladı qeyd eləyirsə, bu o deməkdir ki, biz Miladın əsl mənasını kifayət qədər yaxşı elan eləmirik. Əgər bütün dünya Miladı xoş hisslərdən ibarət olduğunu düşünürsə, hamı sıfır açır və qeyd eləyir, amma Məsihə yer vermirsə, bu o deməkdir ki, biz müjdənin, yəni Miladın elanında nəyəsə səhv yer veririk.
Biz kifayət qədər doğru şəkildə miladı elan eləmirik. Çünki milad günah içində batmış bizlərin, günah içində batmış insanlığın Allaha olan ehtiyacını vurğulayır. Milad onu göstərir ki, insanlıq o qədər günah içərisində idi ki, xilaskara ehtiyac var idi. Və Allah həmin o xilaskar olaraq yer üzünə daxil olur, yer üzünə gəlir. Luka 2-ci fəsil 13-cü 14-cü ayə oxuya bilərsiniz zəhmət olmasa. Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi: Ən ucalarda Allaha izzət, yer üzündə onun razı olduğu insanlara sülh olsun. Necə maraqlıdır, hə? Birinci başlayır ki, ən ucalarda Allaha izzət, sonra isə onun razı olduğu insanlara sülh olsun. Və biz buradan başa düşürük ki, milad əslində birinci olaraq Allahın izzəti üçündür. Hər şeydən əvvəl. Necə ki yazılıb, əvvəl Allaha izzət, sonra isə yer üzərində olan insanlara sülh olsun. Və bu sülh bəzəklərdən, yəni necə deyim, ənənələrdən gəlmir. Sülh günahkarların Allahla barışmasından doğur. Həmin bu milad düzgün nizamı bərpa eləyir. Allah izzətlənir, sonrasında isə bütün yer üzü sülhlə dolu olur. Və milad onu göstərir ki, əslində Allah görür ki, bizlər ona qalxa bilmirik. Bizlər öz əməllərimizlə özümüzü xilas edə bilmirik. Məhz ona görə də var olan Allah özü aşağı enir bizlər üçün. Özü yaradılışın içinə daxil olur. Luka 2-ci fəsil 15-dən 20-yə qədər oxuya bilərsən zəhmət olmasa. Onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan körpəni tapdılar. Çobanlar körpəni görəndə onun haqqında onlara nəql edilənləri bildirdilər. Və çoxmalı biz burada görürük ki, verilən bu xoş xəbər cavab tələb edir. Biz görürük ki, çobanlar gördülər, getdilər, gördülər və danışdılar. Yəni Məsih ilə bu həqiqi qarşılaşma heç vaxt sükutla bitməməlidir. Yəni milad həqiqi cavab tələb edir. Hansı ki bu ibadətdir, itayətdir və Məsihin şagirdi olaraq onun xoş müjdəsini bütün dünyaya elan eləməkdir. Yaradılış 3:15-i açaq zəhmət olmasa oxuya bilərsən. Yaradılış 3:15. Biz görürük ki, əslində miladın xəbəri Betlehemdə başlamır. Biz görürük ki, miladın əslində Məsihin, xilaskarın gəlişi ta yaradılışa gəlib çıxır. Yaradılış 3-cü fəsildə belə yazılıb. Səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq. Sən də onun dabanından sancacaqsan. Necə də maraqlıdır ki, burada günah dünyaya daxil olanda Allah dünyaya xilaskar göndərəcəyini vədini eləyir. Yəni milad sonradan yəni necə deyim, tək bir hadisədən ibarət deyil, amma başlanğıcdan verilmiş Allahın vədinin yerinə yetməsidir. Necə ki yazıb ki, qadından doğulan ilanın başını əzəcək. Hansı ki biz bilirik ki, ilan burada şeytana təmsil edir. Və Məsihin çarmıqda gördüyü iş tamamilə elə bunu göstərir bizlərə. Bizlər baxsaq Yeşaya 7-ci fəsil 14-cü ayə bunu özüm oxuyacaq. Çünki Məsih haqqında bəlkə Yeşaya qədər aydın danışan başqa bir peyğəmbər olmayıb. Bayaq elə pastor bölüşü Yeşaya peyğəmbər İsa Məsihdən təxminən 740 il əvvəl yaşayıb. Və belə yazıb Yeşaya 7:14-də. Buna görə də Xudavənd özü sizə işarə verəcək. Budur, bakirə qız hamilə olub oğlan doğacaq. Adını Emanuel qoyacaq. Hansı ki Emanuel biz bilirik ki, Allah bizimlədir deməkdir. Allah xilaskarını, xilasını uzaqlardan göndərmir, amma özü birbaşa gəlir. Və Matta 1:23-də biz görürük ki, bu peyğəmbərlik İsa'da elə yerinə yetir. Matta 1:23 təsdiqləyir ki, bu peyğəmbərlik İsa Məsihdə öz əksini tapır, təsdiqlənir. Və Allah yer üzərinə gəlir və xoş xəbər ondan ibarətdir ki, Allah bizimlədir. Yeşaya 9-6-cı fəsil 9-cu fəsil 6-cı 7-ci ayələrdə elə bayaq pas edirsə bölüşdür. İstəyirəm bir daha təkrarlayın bizlər üçün. Çünki belə yazılıb. Çünki bizim üçün körpə doğuldu. Bizə oğul verildi. Hakimiyyət onun çiyinləri üzərində olacaq. Onun adı ecazkar məsləhətçi, qüdrətli Allah, əbədi ata, sülh hökmdarı olacaq. Hakimiyyətin və sülhünün artmasının sonu olmayacaq. O Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək. O hakimiyyətini ədalətlə və salihliklə indidən sonsuza dək quracaq. Ordular Rəbbinin qeyrəti bunu eləyəcək. Necə də maraqlıdır, hə? Necə də o doğudan körpə üçün qeyd olunub ki, onun adı qüdrətli Allah, ecazkar məsləhətçi, əbədi ata, sülh hökmdarı adlanacaq. Onun hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq. Ədalətlə və salihliklə indidən sonsuza qədər padşahlıq sürəcək. Necə də maraqlıdır, hə? Yəni bu sözlər sadəcə bir peyğəmbərə, bir müəllimə şamil edilə bilməz.
Müqəddəs kitab aydın şəkildə yazır ki, onun adı qüdrətli Allah adlanacaq. Və bizlər görürük ki, Allahın oğlu elə yer üzərinə gəlir. Yeşaya 53-də bayaq elə onun haqqında oxuyuruq. Yazır ki, bizim üsyankarlığımıza görə onun bədəni deşildi. Şər əməllərimiz naminə əzildi. Bizim əmin amanlığımız üçün o cəza aldı. Onun yaralarıyla biz şəfa tapdıq. Tanış şeylər, elə deyil. Yəni, bizə xatırlatmır ki, hansı işə bənzəyir bu? Məsihin bizlər üçün çarmıqda gördüyü işə. Yəni, axurda, bu oxuduğumuz həmin axurda yatan körpə çarmıqdakı əzab çəkən xidmətçidir. Yəni, əgər biz Milad haqqında danışırıqsa və Məsihin çarmıqda gördüyü işdən bölüşmürüksə, o demək ki, biz işimizi yarım qoymuşuq. Milad, Məsihin doğuluşu bizlər onun çarmıqda gördüyü işi aparır. Hansı ki, hər şeyin səbəbkarıdır elə, hər şeyin bizlərin ümidinin, həyat mənbəyinin, sevincinin, sülhünün, hər şeyin qaynağıdır. Və biz yaşayan Məsih haqqında peyğəmbərliklərini oxuyanda biz, necə deyim, poetik bir xəyal oxumuruq. Və yaxud da ki, biz sonradan yazılmış Məsihçi şərhini oxumuruq. Çox maraqlıdır. Bir gün Vaşinqtonda müqəddəs kitab müzeyini ziyarət eləyirdim. Və orada Yeşayanın kitabı var idi divarda. Hansı ki, Məsihdən 200 il əvvəl tapılmışdı həmin o qalıntılar. Arxeoloji qanda sübut edir ki, o kağızlar Məsihdən 200 il əvvələ gətirib çıxarır. Yəni, necə maraqlıdır ki, bu sözlər sonradan əlavə olunmuş şeylər deyil. Yəni, orada bir necə deyim, həqiqət bir daha mənim üzümə vurdu ki, yəni bu sözlər İsa doğulmamışdan əsrlər əvvəl yazılmış, qorunub və sağ oxunubdur. Və eyni həmin o tumarlarda, həmin o yazılarda eyni vədlər var idi. Bakirə qız hamilə olub, övlad doğacaq. Və onun adı qüdrətli Allah adlanacaq. Və bir çoxların elə günahı üçün əzab çəkən xidmətçi olacaq. Qalatiyalılar 4-cü fəsil 4-dən 5-ə qədər oxuya bilərsən, hamı zəhmət olmasa. Lakin vaxt tamam olanda Allah qadından qanun altında doğulan öz oğlunu göndərdi ki, qanun altında olanları satın alsın və biz övladlığa götürülək. Miladın mərkəzində bizim qaça bilməyəcəyimiz bir sual var. Qaçmamalı olduğumuz daha doğrusu. Sualdan ibarətdir ki, Allah niyə bu xilas yolunu seçdi? Ümumiyyət, Allah oğlu niyə insan olmalıydı? Niyə yəni Allahın bu insan forması alması sadəcə gözəl, nə yaxşı, Rəbbə həmd olsundan ibarət deyil, amma zəruridir. Çünki bunun cavabı sadəcə xoş hisslərdən, duyğusaldan ibarət deyil, amma doğrudan xilas edicidir. İlk kilsə atası Afanasi bu sözlərlə doğrudan, yəni bu suala belə bir cavab verir, belə izah eləyir. O deyir ki, o bizim olduğumuz kimi oldu ki, bizi öz olduğu hala gətirsin. Necə maraqlıdır, hə? Yəni bu tək cümlə Miladı əslində bir çox kitablardan, bir çox yazarlardan daha yaxşı ifadə eləyir. Yəni İsa bizim olduğumuz kimi oldu. Bu nə deməkdir? O həqiqi insanlığı öz üzərinə aldı. Bizim günahlarımızı, bizim zəifliyimizi, məhdudiyyətlərimizi, həssaslığımızı üzərinə aldı. O vəsvəsə, əzab və ölümlə necə deyim, dolu olan bir dünyaya daxil olur. Məcbur olduğu üçün yox. Allah heç nəyə məcbur deyil. Amma bizim xilaskara, bizim xilasa ehtiyacımız olduğu üçün idi. Və bunu ona görə etdi ki, bizi öz olduğu hala gətirə bilsin. Hansı ki, bu bağışlanmış, bərpa olunmuş, Allahla barışmış və onun övladları kimi qəbul edilmiş olaq. Başqa bir sözlə desək, İsa qüsursuz olmasına baxmayaraq, bizim günahlarımızı sanki hər birini, baxın, bütün dünyada var olan bütün günahların sanki hər birini özü etmiş kimi öz üzərinə alır. Və sanki biz onun həyatını yaşamışıq kimi, hansı ki biz bilirik ki, İsa pak və qüsursuz ömür sürdü. Sanki biz onun həyatını yaşamışıq kimi bizi özündə kamil etdi. Kamil və pak eləyir. Baxın, miladın elə əsas mənası bundan ibarətdir. C.S. Lewis, hansı ki bayaq yeni adı çəkildi, məsihçi tarixin ən böyük ilahiyyatçılarından biridir. O, eyni həqiqəti başqa bir sözdə belə izah edir, belə deyir. Allah oğlu insan oldu ki, insanlar Allahın övladları, Allahın oğulları ola bilsinlər. Və Lewis bizlərə burada xatırladır ki, milad, Məsihin doğuluşu sadəcə bağışlanmadan ibarət deyil. Yəni, bağışlayıb bizi orada olduğu kimi saxlamır, amma övladlığa daxil edilmə haqqındadır. İsa sadəcə bizim günahlarımızı silmək üçün gəlmir, amma o bizi Allahın ailəsinin bir parçası eləmək üçün gəlir. O bizi öz ailəsinə daxil etmək üçün gəlir. O gəlir ki, bizlər Allahın oğulları və qızları adlanar. Və Məsih olmasaydı, bizlər üçün ümid olmazdı. Məsih olmasaydı, insanlıq hələ də Allahdan ayrılıqda ömür sürərdi. Və bizlər həqiqi olaraq, doğrudan da çox maraqlı, Yəhya bunun haqqında danışanda, Yəhya deyir ki, həqiqətən də biz belə, Allahın övladlarıyıq. Əgər Məsih olmasaydı, bizlər həqiqətən də
Allahın övladları adlana bilməzdik. Amma İsa doğulduğu üçün, məhz İsa yer üzərinə gəldiyi üçün hər şey dəyişdi. Elə bizim qeyd etdiyimiz bayram da bundan ibarətdir. Məsihin çarmıqda gördüyü heyrətamiz iş vasitəsilə işə görə bizlər artıq Allahın düşmənləri deyilik. Hansı ki, yenə təkrar edirəm, istəyirəm ki, bunu aydın başa düşək. Bizlər öz əməllərimiz, özümüzü Allahın düşmənləri eləmişdik. Amma biz Allahla barışdırıldıq. Artıq bizlər yad deyilik, amma bizlər övladlığı qəbul edirik. Bizlər kənara deyilik, bizlər artıq Allahın övladları adlanırıq. Yəni, Milad bizə bunu bildirir ki, Allah bizim təkcə günah borcumuzu silmədi, amma bizi öz evinə qəbul elədi. Necə də xoş xəbər deyil bu. Allah bizim sadəcə günahlarımızı silmir, amma bizi öz ailəsinin bir parçası eləyir. Bizlərə yeni kimlik verir, hansı ki bu, onun övladları, oğulları və qızları adlandırılmaqdır. Elə məhz buna görə də İsa Məsihin doğulması xoş xəbərdir. Doğrudan həqiqi mənada yetimlər üçün ümiddir. İtmişlər üçün adiyyətdir. Qırılmışlar, zəiflik üçün olanlar üçün isə yeni kimlikdir bu. Müqəddəs kitab aydın şəkildə danışır ki, insanlığın problemi kiçik deyildi. Müqəddəs yazılar demir ki, insanlığın kiçik bir düzəlişə ehtiyacı var idi. Amma aydın şəkildə yazır ki, insanlığın xilas olunmağa ehtiyacı var idi. Romalılar 3:19 bunu bəyan edir ki, biz müqəddəs Allah qarşısında günahkar idik. Yəhya 8:34 deyir ki, biz günahın əsiri idik. Efeslər 2-ci fəsil 1-ci yazır ki, biz ruhən ölü idik. Görün necə də maraqlı qeyd olunur burada. Romalılar 1:18-də Paul təkrar edir ki, biz ilahi hökm altındaydıq. Bizlər məhkum olunmalıydıq. Və heç bir peyğəmbər bunu düzəldə bilməzdi ki, düzəldə bilmədi tarixə baxanda əslində. Heç bir mələk bunu həll edə bilməzdi. Çünki problem fiziki əməldə deyildi, fiziki işlərə deyildi, amma bizim daxilimizdə idi. Bizim daxildən dəyişməyimizə ehtiyacımız var idi. Məsihin çarmıqda gördüyü iş bunu təmin elədi. Bizlərə yeni kimlik verdi. İbraniler 2-ci fəsil 14-cü 18-ci aylar oxuya bilərsinizlər, 14-18-ə qədər. Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi öz ölümü vasitəsilə təsirsiz hala gətirsin və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin. Şübhəsiz o mələklərlə deyil, İbrahim nəslinə yardım edər. Buna görə də o hər cəhətdən qardaşlarına bənzər olmalı idi. Belə ki, Allah xidmətində mərhəmətli və sadiq baş kahin olub, xalqının günahları üçün kəffarə edə bilsin. Çünki özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər. Necə maraqlı yazıb, hə? Sonunda belə təkrar ki, çünki özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək eləyə bilər. Çünki biz bilirik ki, yalnızca insan insanları təmsil edə bilər əslində. Yalnızca insan insanların təmsil ola bilər. Çünki günah eləyən elə insan idi. Allahın qanununu pozan insan özü idi. Yəni Adəm uğursuz olur və günah eləyir. Orada itaat etməli olan elə Adəmin özü idi. İsa gəlir, insan bədənində mükəmməl şəkildə itaətli ömür sürür. Sınaqlara, əziyyətə qarşı dayanır. Qanunu yerinə yetirir. Hansı ki, İsrail xalqı biz görürük ki, qanunu yerinə yetirə bilmədilər. Bizim yaşaya bilmədiyimiz salih həyatı yaşayır. Yəni Məsih bizim yerimizə itaət eləyir. Bizim üçün, bizim yerimizə əzab çəkir və bizim yerimizə öz canını qurban verir. Zəbur 49:7-ci fəsil yazıb ki, amma kimsə öz ömrünü satın ala bilməz. Həyatının haqqını Allaha ödəyə bilməz. Zəbur bizlərə burada xatırladır ki, heç kəs öz həyatını satın ala bilməz. Heç kəs öz həyatını xilas eləməyə qadir deyil. Yalnızca Allah bunu edə bilər. Çünki günah birbaşa Allaha qarşı işlənilir. Ədalət sonsuz şəkildə təmin olunmalı idi. Yəni bizlərin üzərində olan Allahın qəzəbi götürməli. Çünki biz bilirik ki, Allah ədalətlidir. Allah sadəcə mən bağışladım, günaha göz yuma bilməz. Amma biz bilirik ki, Allah eyni zamanda da mərhəmətlidir. Elə məhz buna görə də İsa Məsih yerimizdə durmaq üçün tam insan və xilasımızı həyata keçirmək üçün tam Allah idi. Yəhya 1-ci fəsil 14-cü ayda biz görürük ki, kəlam bədən aldı və aramızda yaşadı. Biz görürük ki, Allah yeni bir peyğəmbər, yeni bir köməkçi göndərmir, amma bu səfər birbaşa özü gəlir. Necə maraqlıdır, hə? O bizim vəziyyətimizə daxil olur. Günahkar dolu bu dünyaya, yaradılışın içinə daxil olur. Və baxın, Miladın ürəyi bundan ibarətdir. Miladın əsası elə bundan ibarətdir.
Allah sadəcə uzaqlıqdan xilası göndərmir, amma o zəifliyin, əzabın, qorxunun və ölümün içinə daxil olur. Bizim necə də sevən Allahımız var, elə deyil? Tarixə baxanda görürük ki, bir çoxları, tarixdəki bir çox böyük şəxslər, imperatorlar hamısı Allah olmaq istədilər. Allah olmağa can atdılar. Amma yalnızca bir Allah var ki, öz xalqını xilas eləmək üçün insan olmağı arzu edir. İnsan olmağı arzudur. Necə marağıdır, hə? John Stott yazır ki, günahın mahiyyəti insanın özünü Allahın yerinə qoymasıdır. Xilasın mahiyyəti isə Allahın özünü insanın yerinə qoymasıdır. Bu cümlə həm günahı, həm də müjdəni belə izah edir. Yəni günah deyir ki, əslində mən öz yolumla yaşayacağam. Günah deyir ki, nəyin doğru, nəyin yanlış olduğunu mən müəyyən edəcəm, ya Rəbb, sən yox. Günah deyir ki, yəni öz həyatımın taxtında mən oturacağam. Amma xilas da deyir ki, yəni bu xoş müjdə isə bizə deyir. Onu göstərir ki, Allah yerimizə daxil olur, bizim yerimizə. O bizim yerimizi tutur. Bizim hökmümüzü öz üzərinə alır. Baxın, elə milad bu əvəzləmədən danışır. Hansı ki, Allah bizim üzərimizdən ölüm hökmünü öz üzərinə götürür. Axı oradakı körpə çarmıqdakı adama çevrilir. Bədənimizdə alınan Məsih bizim günahlarımızı öz üzərinə alır. Və axırda yatan körpə, bayaq elə ilahiyədə görürdük videoda, taxta çarmıqda asılır. Biz başa düşməliyik ki, İsa bizi daha yaxşı olmaq üçün, daha yaxşı olmağa ilhamlandırmaq üçün gəlmədi. İsa gəlmədi, gəlsin ki, əziz insanlar, siz əla gedirsiniz, prosta biraz ilhama ehtiyacınız var. Amma o bizim dayanmalı olduğumuz yerə dayanmaq üçün və bizim layiq olduğumuz cəzanı öz üzərinə götürmək üçün gəldi. Məhz elə buna görə də Məsihin doğuluşu bizləri Pasxaya, yəni çarmıxa aparır. Əgər İsa'nın doğuluşu olmasaydı, çarmıx olmazdı, qurban olmazdı və bağışlanma olmazdı. Onun doğulması əvəzlənməni, satın almanı və Allahın ədalətinin təmin olmasını mümkün elədi. Matta 1:21-də belə yazılır, Məryəm bir oğul doğacaq və onun adını İsa qoy. Çünki o öz xalqını günahlarından xilas edəcək. Elə biz bilirik ki, İsa sözünün mənası İbranice Yeşua deməkdir, hansı ki Allah xilas edəndir. 2-ci Korinfilər 5:19-da biz oxuyuruq ki, belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə özü ilə barışdırmaqda idi. Yəni biz görürük ki, Məsihin doğuluşu bizləri Allahla barışdırdı. Məsihdən əvvəl biz bilirik ki, Allah əbədi olaraq müqəddəsdir, biz isə günahkarıq. Yəni ayrılıq, aramızda olan bu divar bizim aşa biləcəyimizdən çox daha böyükdür. Və Məsih vasitəsilə bizim günahlarımız bağışlandı. İbranilər 1-ci fəsil 1-dən 3-ə qədər oxuyanda biz görürük ki, Məsihin doğulması bizlərə sadəcə Allah haqqında xoş müjdəni gətirmir, amma eyni zamanda Allahın xarakterini, Allahın kimliyini bizlərə açıqlayır. Belə yazılıb İbranilər 1-ci fəsil 1-dən 3-ə qədər. Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi. Amma bu axır zamanda o bizə oğul vasitəsilə müraciət etdi. Onu hər şeyin varisi təyin etmişdi və onun vasitəsilə kainatı yaratmışdı. Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. Biz görürük ki, İsa sadəcə Allah haqqında xoş müjdəni bəyan eləmirdi, amma o bizlərə Allahı göstərirdi. Allahın mərhəmətini, onun müqəddəsliyini, Allahın ədalətini və lütfünü. Və məhz İsa vasitəsilə bizlər var olan Rəbbi tanıya bildik. Yaşlıdır ki, biz bu sual özümüzə verək. Əgər Məsih olmasaydı, bugün bizlər üçün necə olardı? Bugün qeyd etdiyimiz milad, yəni Məsihin doğuşu baş verməsəydi, bizim üçün nə olardı? Bizim talihimiz nə olardı? Günahlarımız ödənilməmiş qalardı. Ölüm hökm sürməyə davam eləyərdi. Həyatımız ümidsizlikdən və puçdan ibarət olardı. Allahı heç vaxt tanıya bilməzdik. Və insanlar daha əvvəl olduğu kimi insanlıq Allahdan uzaq olardı. Necə ki, Yeşərliç yazılmışdı ki, hamımız qoyun kimi yola azmışdıq. Elə hamımız o yolda qalmağa davam eləyəcəkdik. Məhz elə Məsihin gəlişi bizlərə yeni bir kimlik verdi. Bizlər Allahla barışdırıldıq və onların övladları adlandırıldıq. Onun oğulları və qızları olduq. Bugün biz milad kilsə üçün nə deməkdir doğrudan? Milad kilsə üçün nəyi təmsil eləməlidir əslində?
Əgər Məsihin gəlişi, yəni insan bədəninə alması doğrudursa ki, biz bilirik və iman edirik ki, doğrudur. Milad sadəcə kiçik bir bayramdan, dekabrın 25-dən ibarət olmamalıdır, amma daha çox şey tələb eləməlidir. Less than you begin belə deyir. Belə yazılıb. Kilsənin müjdənin sonu deyil, müjdənin dünyaya çatdırıldığı vasitədir. Milad Allahın missiyasının fəaliyyətdə olduğunu göstərir. Biz görürük ki, Allaha başladığı planı, başladığı missiyanı oğlu İsa Məsih vasitəsilə yerinə yetirdi. Allah insanlığın ona gəlməsini, özünə gəlməsini gözləmədi, amma o bizə gəldi. Bu o deməkdir ki, biz miladı şəxsi bayram kimi qeyd edə bilmərik, amma milad elan olunmalıdır. Məsihin gəlişi, bu xoş müjdə bütün millətlərə elan olunmalıdır. Əgər Məsihin gəlişi doğrudursa ki, biz bilirik və iman edirik, yenidən təkrarlayım ki, doğrudur, bizlər insanların günah içində batdığı yerlərə getməliyik. Məsihin tanımadığı yerlərdə danışmalıyıq Məsih haqqında. Həyatımızı tamaşaçı kimi yox, izləyici kimi yox, amma şahidlər kimi yaşamalıyıq. Necə ki, çobanlar, onlar çöldə qalmadılar, onlar gördüklərini və eşitdiklərini hər kəsə danışmaya başladılar. İsa Məsihin Məsih olduğunu öyrənən Samariyalı qadın neynədir? Qaçdı öz kəndinə və Məsihin gəldiyini bütün xalqına, öz cəmiyyətinə elan elədi. Bizim də milad üçün eləmək olduğumuz budur. Biz bilirik ki, Məsih gəldi və azadlıq var bizim. Məsihin gəlişi bizləri günahın pəncəsindən, ölümdən azad elədi. Bizlər eyni o Samariyalı qadın kimi, o çobanlar kimi Məsihin müjdəsini yaymağa davam etməliyik. Milad kilsəni ibadətə çağırır. Ənənəyə yox, sadəcə şam ağacı qurmağa, bəzəməyə yox, amma hörmət və heyranlıqla Rəbbi ibadət eləməyə gətirib çıxarmalıdır. Milad bizlər Allahın çıxarmaqda gördüyü heyrətamiz işi göstərir. Və bu heyrətamiz iş öz əksini bizlərdə heyranlıq və hörmət dolu ibadətdə əksini tapmalıdır. Bizlər Allahın çıxarmaqda gördüyü işə heyranlıqla cavab verməliyik. Çünki doğrudan da heyrətamiz işdir. Necə ki, Məsih deyirdi, heç kəs birini öz... Necə yazılmışdı ayədə, yadımdan çıxdı. Heç kəs öz canı dostları... Yəni, demək istədiyi ondan ibarətdir ki, bir insan özünü başqası üçün qurban verirsə, heç kəsin məhəbbəti, sevgisi ondan üstün ola bilməz. Milad Allahın məhəbbətinin hər şeydən üstün olduğunu göstərir bizlərə. Necə ki, Luka 2-ci fəsil 14-cü ayda yazılmışdı ki, ən ucalarda Allaha izzət olsun. Milad bizlərdə bu şəkildə öz əksini tapmalıdır. Bizlər, necə deyim, sevgi ilə, heyranlıqla Allaha izzət nəğmələr oxumalıyıq. Milad bizlərə xatırladı ki, bizlər özümüzü xilas eləmədik, xilas eləyə bilməzdik, amma lütf bizə gəldi. İbadət bizim buna olan cavabımızdır. Milad kilsəni bizlər itaətə çağırır. Biz görürük ki, Allah özünü təvazökar eləyib yer üzərinə gəlir, elə biz də təvazökar ömür sürməliyik. Sadiq şəkildə itaət eləməliyik və sevincə tabi olmalıyıq, məcbur olduğumuz üçün yox. Filiplilər 2-ci fəsil 5-ci, 8-ci ayələrdə belə yazılıb. Məsih İsa necə düşündü, siz də elə düşünün. Allah surətində olduğu halda özünü Allahla bərabər tutmağı bir haqq saymadı. Lakin özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb, özünü aşağı tutdu və ölümə qədər, çarmıx üzərində ölümə qədər itaət göstərdi. Elə biz eyni şəkildə bu həyatı özlərimizə nümunə götürməliyik. Və sonuncu olaraq milad kilsəni missiyaya çağırır. Məsihin yer üzərinə gəlməsi Allahın missiyanın xarakterini göstərir. Göstərir ki, Allah başlanğıcda başladığı plana sadiq olan Allahdır. Və Allahın müjdəsini görən, dadan və yaşayan bizlər bu xoş müjdəni başqalarına da elan eləməliyik. Necə ki, çobanlar Məsihi gördülər və onun müjdəsi haqqında danışdılar. Hər kəsə xəbər verdilər. Nəticə olaraq onu demək istəyirəm ki, 2-ci Konfillər 5-ci fəsil 21-ci ayə çox gözəl şəkildə izah edir bütün bu mövzunu. Yazır, günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz onda Allahın salihine nail olaq. Məsihin doğuluşu sayəsində bizim əbədi ümidimiz var. Bizlər günahkarlar olaraq öz əməllərimizdən tövbə edib, onu həyatımıza xilaskarımız olaraq qəbul elədik. İman və lütf vasitəsilə xilas olunduq. Yahya 3-cü fəsil 16-cı ayə, bayaq İdris Basra bundan bitirdi vəzini. Çünki Allah dünyanı elə sevdi ki, vahid oğlunu qurban verdi. Bunu ona görə etdi ki, ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.
Bu çağırış sadəcə kilsə üçün deyil, amma bütün dünya üçün necə ki burada yazılıb. Allah dünyanı elə sevdi ki, öz vahid oğlunu qurban verdi. Bunu ona görə etdi ki, ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Baxın, miladın ürəyi, miladın əsas mənası bundan ibarətdir. Çox sağ olun əzizlərim.